Ha, aşkım. Kırmızı ürəklər qoymuşam. Buna. İkinci işığa ehtiyac var. Ha, tamam. Ben bunu değiştireyim. Kızlar, necəsiz? Bu nə döz? Nə iş oldu? Ölürəm. İstəyirsən orada. Yun deyib bu papaq. Boşandın, hə, boşanmışam. Saçların iğrənc. Yeni hindi. Yundu. Bak bu nədir? Demədin onu gətir. Onlar yun idi namısı. Hə. Az neyirəm yunu? Sən dedin gətir. Buradan görünməd axı yundur. Bay Mehman, təşəkkür edirəm. Yeni işiniz xeyirli olsun. Təşəkkürlər, var olun. De, brandıma niyə ismi? Ha, verib. Varıb da mı otduğu? Ayrılmışsan Arzu. Hə, ayrılmışıq 2 aydır. Salam Arzu, salam, salam. Dəst endirimdə də 30 manata düşüb. Dəst çox qəşəngdir. 29 manat. Bilmirəm, gör 29 manata. Bax, içində belə qaş gedir. Belədir. 29 manat, ağla qarası var. Nasıl? De burada brand money. Yasamalda əmindir. Bakum nədir bura? Bakum. Bakım olan yaxınlığa. Bakım olun yaxınlığı. Düşən nə? İçində amma üstündə qaşlar var ha. Özə qışlı qaşlar tökülməyən qaşlardır. 30-40 dərəcə ilə yursuz. Heç nə olmur. Bilməm, görünür qaşları. Üzüldüm. O bəzi yayıncılar artıq istədiyinə nail oldu da. O vaxt var idi. Yıxıb sürürdülər mənim 3-4 dənə, bilirsiniz də. Eybiyo mən Allaha tapşırmışam. Hamısını. Hamısını. Özləri yaşamasalar da evdəkiləri yaşayacaq onu. Mənim uşaqlarımı göz yaşında qoydular ha. Hamısı yaşayacaq. Yo, barışıq ola bilməz artıq. Hə, özün günahkarsan. Hə, yaxşı özüm günahkaram. Mamam da yorum yazır, indi gördüm. Mamam, bibi necəsən? Çatdırılma bəli var. Özün eləndi deyən xanımlar. Представить eləyin ki, deyək ki, mən ən pisin pisiyəm. Ən pasledni adamam. Yaxşı? Deyək ki, ən əxlaqsızlığam. Ən pisiyəm, ən paslednisindən danışıram. Hansı biri üzə düşər yayında oturub mənim əxlaqımı müzakirə eləmək? Hansı birinə? Düşər sizə? Yox. Heç bir vizə. Heç bir vizə düşməz. Çünki hamının özünə görə öz vedrəsi vardır. Bəlkə sənin evində yoxdur, amma bibi qızında vardır. Xala qızında vardır. Və yaxud gələcəkdə sənin uşağında olacaq. Nə bilirsən? Hər kəs öz ətəyindən tutsun. Əynimdəki kostyum 29 manat. Düz demirəm. Mən heç vaxt oxuyaram, kimisə əxlaqından oturub danışaram. Mənim qabaqda qızlarım var. Mənim neyimə lazım? Kim neyinir? Öz şəxsisidir, öz həyatıdır. Atası döyürəm, anası döyürəm, bacısı döyürəm, qardaşı döyürəm. Neyimə lazım? Səbəli mənim uşaqlarımın nə başına gələcək, Allah eləməmiz. Bilmək olmur. Yox aşkım, hara gedirəm? Məhkəməm var. Əynimdəki kostyum 29 manat. Girin bura, Brand Money də, bu yasamalda. Bir dənə kostyum giymişəm. Kətan, qılıboy rəyində klassik. Paylaşmışsınız onu? Paylaşılması. Ayda necə gözəldir. Əsl belə toyun kostyumu. Kətan qızlar. Burasında belə qızıl düymələr gedir. Bir dənə burada sinəsindədir. Çiyini belədir. Kətandan da amma çox interesli kətandır ya. O qədər yüngüldür materialı. Qılıboy rəngi var idi, açıq qılıboy. Bir də 4 başqa rəngləri. Çox qəşəng. O xanımlar üçün. Bax, ona bayıldım. Sonra orada İtalyanski qırmızı kətan var. O da çox qəşəng kətandır. Ona. Sonra nə var idi mənim xoşuma gələnlərdən? Hə, bir də orada qara tulum var. Toy tulumu. O da çox qəşəngdir. Keyfiyyəti superdir. Super. Banu deyən sənə modluq veririm də ömrüm. Banu, sən mən niyə izləmirsən? İzləmir, mən də izləmir, verəmədim. Hərə Banu, yaxşı sən görərsən Banu. Banu kimdir? Qız var.
Tanışdı. Qızlar, Brent mani yasamaldayım. İki fiyalları vardı. Biri şeydədir, İnqilabda, biri də burada. Hə, saçlarım yanımda. Can, sən qurban olaram, çox sağ ol ürəyim. Cigərim yanırdı, Allah haqqı. Uy, diyarın yanırmış. Arzu, ay can. Ayten yaxşı qızdır, hə, Ayten mırtdır. Həyatını dağıt. Az yaxşı da dağıtdım. Səni bir atonun həyatını dağıtmadım ki. Əlçəkdə də canımdan. Öz həyatımda. Onsuz bezmişəm həyatımdan, Allah haqqı. O həddəyəm ki, yəni işiniz olmasın da mənə. Onsuz dərman içəm, müalicələr alaram. Psixoloji durumlarım o deyil. Ölsəm rahatlaşacaqsınız, abijniklar. Başladılar da yenə. Ona görə açmıram, işlə bağlı deyirsə açmıram. Görüm, psixoloji durumum o deyil. Quran haqqı qızlar o deyiləm. İndi hər kim elədi, özüm elədim, həyatımı puç elədim, o elədi, bu elədi, budur. Faktdır. Bax, girin Brent Maniyanın yası. Bir dənə verib baby telefon verir sənin. Mənim zərfə taxmışım. Brendmaniya yasama. Başqa telefon var burada, iş telefonu. Qızlar. Ay qızlar. Bir üst telefon verin. Kim mənim canım Brent Maniyanın səhifəsinə girib telefonu verə bilər? Qızlara şey göstərmək istəyirəm. Deyib gətirir. Buradayım, yars gəlin qızlar. Makyaj istəmə. Bir dənə kipri yapışdırmışam. Çok mu kötü görünüyorum? Deyən göstərdi, bu kostyumu deyirəm qızlar. Qurbanım, bir də onun gözəlliyinə baxın. Bu paltar kostyumun gözəlliyindən danışın. Çox qəşəngdir. Bir dənə şalvarın oturmağı var. Kətandı, amma qəşəng kətandı. Bu rəngə bayıldım. Niyə bir dənə şalvarını qaldırım? Çox bax, bir dənə şalvarın oturuşuna. Görün, bel oturuşu necə gözəldir. Baxın, çox qəşəngdir. Çox qəşəngdir. Əgər siz də istəyirsinizsə, kimə çatdı ya? Çiyinlərin gözəlliyinə bax. Gəlirsiniz, iki fiyallarımızda da saçda. 4-5 rəngi var. Qəşəngdir, filtr qaçırmışım. Sifarişlə bağlı Necədir? şey yazın. Səhifəyə girin, orada paylaşılıb da. Səhifəyə nömrəyə yazın. Deyə Brent Maniyanın nəsə. Bu niyə 0 şey? Bir deyən də zəng eləməyin deyə görüm. İş nömrəsidir. Ay xanım, bunun İş şəxsidir. nömrələri Qızlar, Ha, iş nömrəsidir. Ay, sorry qızlar. Kostyumun gözəlliyindən danışın. Bir dənə Qızlar, yaxın tut gülüm. bax, deyən. Bir də bax, hansı kostyum. Bu şalvar 20 manata düşüb 49 manatdan. Ya bir dənə ses eləyim sizə. 49 manata 20 manata. Şalvarım neçəyədir? Gönə qəşəng şalvar. 49 yox, 19 manat. 19 manat. Kimə çatdı, çatdı. Əynimdə bax, ondan sonra dəyərini siz bilirsiniz. Girin səhifədə videosu var. Çox qəşəng oturuşu var. Hündür boylu qızlara lap bomba gedər arıq. 19 manat. Bu koftalardan da var. Bax, bu mayka zaralar da qəşəngdir. Mən götürdüm krem rəngini özümə. Deyəm mənim dediyim tulum. Bu toyluq üçündür bu. Xanımlar, o qədər gözəl tulumdur ki. Az yazırlar, evet, çatdı. Asiliyini göstərir. Bax, paltarın, kostyum, tulumun gözəlliyinə. Düymənin üstündə 3 rəngi var. Aş qadınları üçün qırmızı, Qırmızı, qaranı sevən xanımlar. qırmızı, qara, bir də desən, nə rəngi vardı? Ağ. Qoydular ki, bir yanında nə olub? Mən qutarım sonra sifariş verir. Toya, nişana, hər istəyirsiniz, gəlirsiniz. Yenə qəşəng tulumdur. Buyurun. Qəşəng də. Kostyum superdir. Bir də ki, ətli xanımlar, biraz qarnı olan xanımlar, toya getmək istəyən xanımlar üçün bu paltarı məsləhət görürəm. Qızlar, sizə Buna bir bax. kətan kostyum getirmişəm. Bunu ribensiz də taxa bilərsiniz. Özdə bildirmir ki. Kətandır. Bilsə necə kətan? Klassik kətan. Nasıl belə açıq, çox qəşəng. Baxın. Gör nə 3 gözəldir. rəngi var, qara, ağ, bir də qızılı. Sabiti qaldırmayın da Brent Maniyanın. Sonra hansı idi? Bir də toy paltarı var. Bilmək olmaz bəlkə dünyaya bir də gəl qucaqlaşa bir səfərlik yüzlərin olsa başqa rəngdən əllərin əmin istilidən görsə Bu gözə stretchdir. hissedərdin tut ki dərdin tut ki Bəni yığmaq nədir? Gəl aşkım. İndi baxıram mesajlara. Qızlar ekranı tıklayın.
Məncə az hər şey var. Böyüdü, kişi, qadın, hər şey. Hamısı süperdir. Təqdimatlar necədir qızlar? 9'a futbol varmış. Maykalar 9 manatdır. Təqdimat necədir? Xoşunuza gəlir? Baxaq da. Mağazin göstərin. Mağazin çox böyükdür. 1300 km. Məhkəmə 4-cü gün. Qəşəngdir. Daha açıq-saçıq çox şey eləmirəm. Hə. Yeni işimdə işləyirəm. Hə, ayrılmışam. Baxın. Hə, qəşəngdir baxın. Çanaqda oturandır. Hə, əyində oturan bax görünür qəşəng. Hə, neçədir bu? Az 15 mi? O nə qəşəng? 15. Endirmə düşüb. 25 manat. 26 manat. Bax materialına. Kətan kimi deyə, belə ki sərin. Necə materialdır. Bu əzilməyənlərdən. Bax burada nə qəşəng əzilmir. Superdir. Klassikdir. Bəlkə Allah xərəmcə bilir. Başqa nə rəngləri var? Bu nə rənglər var? Ay bala bu müştərilərə cavab verində doğdular burada. Hə? 15 manatdır bu qəşəngdir ya. O şalvar nə rəngi var? Bu nə rəngi var başqa? Çanaqda oturur bu. Belə. Ha bir dənə rəngi var. Açıq rəngi var. Hə bu. Biri 15 manata düşüb 26 manatdan 25 90 manat. 9'a belə futbolkalarımız da var. Həm qızlar maykalar çoxdur. Ha bura bir dənə belə göstərin baxın. Hamısı 9 manatdır bax. Cürbəzi o şeydir, bu şeydir, nədir? O şu. O şu. Onlar hamısı 9 manat. Çox böyükdür. Bax belə göstərim. Bax maykaların hamısı Lacoste maykalar. Lacoste maykalarına baxılır. Adlarını çəkmədə. Onlara baxın, bu sarı. Ünvanımız Reşka. Yasamalda. Reşka. Yox, bir şey. Bu başqa nə rəngi var? Bu nə qəşəng materialı var. Hə, bax bu materialı əladır. 9 manat bunlar bizdə. Pambıqdır bax. Güzel. O 9 manata super. Markaları göstərmək olmasa bloklayır yəni. Belə var. Tom Jerry. Tom Jerry nə edirlər əlbəttə. Markalar var, biz göstərəmirəm də qızlar bloka gedirəm. Ünvan Yasamal. Yasamal Bakının yanında. Belə alırlar da internetdə qızlar gəlirlər, süzdəməli götürürlər, gedirlər 15-20 manata satırlar. Çox güzel. Bilirəm, bir iki nəfərlər elə edir. 9-a zada alırlar, 15-ə zada satırlar. Yaxşı ellərə Amma xeyirli yaxşı olsun. deyil, mən də eləyim bəlkə. Hə, eləyə bilərsən valla. Qəşəngdir. Belə gəlib məsəl üçün 9-a deyirsən, endirimlə alırsan 8-dən. Məsəl üçün sosial şəbəkə istifadə edən qızlar. Əgər satış eləmək istəyirsinizsə, biraz pulunuzun üstündə pul qazanmaq istəyirsinizsə və yaxud üzünüzü göstərmək istəmirsinizsə, götürürsünüz, gəlirsiniz, bax bunlar məsələn. Gəlirsiniz 9 manata alırsınız, biraz çox alırsınız. Gəlirsiniz 12-13 manata satırsınız. Hər köynədə 2-3 manat qazanırsınız. Bu da sizə məsləhət. Nasıl dedim? Və yaxud endirimdə olan paltarlar, olur paltarlar 7-8 manata düşür, 10 manata düşür. Alırsınız, satırsınız. Düz demirəm. Mağazin buradır, Brand Mania. Elə xanımlar var ki, yoldaşları icazə vermir, işləyə bilmirlər bayırda. Alıb çəkilişlər eləyib, öz başlarını bağlayıb, bədənlərini belə çəkib, bir storylər paylaşıb, saçını eləyə bilərsiniz. Onsuz da göndərişləri də həmişə kuryelərin özü eləyir. Nə göstərmə, seçim çoxdur burada. Baxın. 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 Bu kadar kətan var. Mənim kostyumumdan var burada qızlar. O çəkilişə giymişdim. Qızın adı nədir? Bordo rəngində kostyum giymişdim. Çəkilişə yadınızdadır karışım saçımdan. Ondan var az burada. Neçəyə? Peki məndə ki, al neçədir? 79 manatdan 65 manata düşüb. Nə qəşəngdir. Bir sənə qəşəng qalır əyində. Qara rəngi də var burada. Yazın arzu çəkiliş orada var giyinmişəm. Məndə bunun nude rəngi də var, ət rəngi. Burada var. Yoxsa bir rəngi var. Qara burada. İki rəngi var. Bir qara, bir bu rəng. Əyində çox qəşəng qalır. Şalvalar belə. Şifondur, hə. Atlasdır. Atlas şifon gedir də bu. Atlasdır bu. Şifon getmir. Əsl yayın malıdır. Bu amma daha çox navıqdır da, gündəlik deyil qızlar. Gündəlik kostyum deyil. Qara bir də bordo rəngi var. Belə. Şalvarı çox qəşəng qalır. Klassikdir şalvarı. Mənim kostyumumdandır. Burada da var. Gəlin. Bu
Bunu geyib baxacam. 65 manata düşüb 80 manata. Gedim geyinim baxım buna. Brand Money. Kimisə eyni geyinər. Mən onu giymişəm ya uşaq. Az mənimkini verərəm sənə. Onda sən kim geyinər? Ben niyə pul verirəm? 20'ye pul veririm, sən kim verərək giyinərəm mən. Əcəb kətam ortalar var. 18 manat qızlar, 16 manat. Bax. Qəşəng kətanlardır, bax. Əzilməyən kətanlardır. Ünvanımız Yasamalda eləşir qızlar. Bax, molun yaxınlığı. 35 manatdan düşüb 18 manata. Materialları kətandır, yumuşaq kətan. Nənələr üçün yoxdur heç nə biblərə. Su vermişsən? Al. Mağazanın adı Brand Money. Deyə yazıb da aşkım. Götürmən geyim, buradan ötü tapım gətirin. Çox sağ ol aşkım. İşin necədir gedir deyə işləyirəm. Həftənin 3 günü buradayım. Ne oldu bunun işi? Məhkəməm gedir aşkım elə. Adres Yeni Yasamalda qızlar. Əgər hə? Yeni Yasamal deyil, Yasamal elə. Yasamal, sorry. Yasamalda əgər bura gələ bilmirsə, İnqilaba da gedə bilərsiniz. İnşaatçılar metrosuna yaxınlıqda. İnşaatçılar metrobusun yaxınlığına. Məhkəmə necə olacaq? Nə deyim? Zaten məhkəməmdən olan kadrları gördünüz. Nə bilim. Bilmirəm ki, nə deyim. Qarşı tərəfin mənə belə qıcıqlı olmağını bilmirəm niyədir. Orada elə sevinməkləri ki, vəsaitlərim qəbul olunmadı. İşinə nə deyə bilərəm? Düzdür, mən səbəbini bilirəm. Allah hər kəsə ürəyinə mərhəmət versin, vicdan versin. Yəni, vicdan çox önəmli bir şeydir. Əgər mənim bu işdə suçum varsa, mənim yaşadığımı balalarım yaşasın. Əgər həqiqətən də bu işdə mənim suçum varsa, mənim bu yaşadıqlarımı 4 balam yaşasın. Amin. Mənim orada heç bir şey yoxdur. Qoyub qaçırsan deyir, yazıb orada biri. Mən qoyub qaçmışam. Canlı yayında olub, xanım. Xəstəxana kağızları var. Klinikada mən necə yatmışam. Nə iynələr mənə vurublar. Mən qaçmışam. Vicdanın olsun ha. Əgər bilməyib denə danışırsansa, başına gəlsin onda. Yo, demə, sən demə başına gəlsin. Mən heç kimə qarğış eləmirəm. Yox, yəni ki, necə haqsız danışa bilirlər? Eybi qoy danışsın. Mən heç vaxt, mənə kim nə pisliyini eləyib, mən heç vaxt qarğış eləməmişəm, eləmərəm də. Heç vaxt. Özümə şey eləyərəm onu, amma kiməsə eləməm. Məni istəməyənə də eləmərəm. Çünki hasant deyil. Məni izləyicilərim indi 2 günü tanımır axı. Mənə 8 ildir sosial şəbəkədə tanıyırlar. Bilirlər mənim kiminlə nə söhbət olub, nə qırğınım olub. Mən heç vaxt nə qarşılıq vermişəm, qarğışa nə də bir şey. Demişəm, qurban olduğum bildiyim məsləhətdir. Mən indi buradayım. Brand Money Yasamalda qızlar. Buna bax, bibilər üçün. Bunu o gün göstərdim və qızlar, bibilər o gün göstərdim sizə bu kətan kostyum. Bibilər üçün. Mənə az bol çəpi. Şalvarı, kofta. Sepi də var. Baxın. Hicablı xanımlar geyinə bilər. Bax.
Rəngləri də var. Çox qəşəng. Kətandır. Bibilər, ay bibilər, can bibilər. Elə bibi yox, yaşlı bibilər. Məni orada, bax 4000 nəfər adam var da. Məni orada onlara qurban olaram, az öpürəm onların əllərini. Məni orada elə yaşlı bibilər izləyir ki, 60, 65, 70. Məni sevə-sevə baxıb özü ağlayırlar, eləyirlər. Mən onlara çox istəyirəm də. Onlara uyğun o keçən dəfə gül çiçəkli yas paltarları var idi. O paltarlardan getir göstərim də. Qızlar! Onlara qurban olaram ha mən. Bəyək bir Bu neçə idi? Az onu neçə ilə atırsan? 49 Hayvan manat. gibi. 49 mu? 9 mu? Bəyək bir yığmışdı. Dedi ki, Baby ağ paltardan Ağ paltar buldum mu? buldun mu? Yox aşkım bulmamışam ada. Burada butiklar mənə baxırsa, mənə sadə ağ paltarlı, bilməm heç burada soru. yoxdur burada, baxdım. Sadə ağ paltar istəyirəm, dəniz paltarı belə boş tərzdə. Ağ ya qara ilə bir şey varsa mənə nə olar geri dönüş eləyin də Aytənə. aha, Səhifəmdə nömrə var. Kətan olsun da, belə Bacı kətan uşağın paltarla. necəsən? 59 yaşım var, arzum yazıblar. Sən 59 yaşına qurban olun bibi. Mən istəyirəm. Hə, aşkım, müalicə Yazıqlar. alıram Nigar xanımın yanında. Yazıblar köməkçilə fikir ver, o da sevinirdi orada. Hə, Aytən. Hə, Nigar xanımın yanında müalicə alıram. Ya müalicə nə edirsiniz? Dərman içirəm. Biraz əsəblərimi gülovlamaq üçün. Sakitləşim deyə, beynimə gicgir şeylər gəlməsin. Sakitləşib. Biraz rahat yatım. Hə, başqa nə edirsiniz? Gətirdim. Deyək, bibilər, ay bibilər, can bibilər. Göstərim sizə. Ürək. Yasa giyinməyəsə, yaxşı Burada ayıbdır da. görsün. Yasa, sonra geyib sabah giyinər, sonra deyərsə arzu demiş ki, yasa giyinə bilərəm. Bak nasıl güzel mi? Bana ne qəşəngdir, ay bibilər. Evet, ama bunu yasa giyemezsiniz. Uzağa gedərsən, oğlu və hərə apararsan. Bazara zada. Qızı, bazarda güllü çiçeğiyle ne gedir? Nə olur ki? Cemaat bazar xalatla gedir. Yo. Bir bazara girən. Yo, bibi sən bazara girmə, gedib səni ilişərlər orada. Hə, patxod elə bir də görə ikinci dəfə ərə getmisən. Nə olub? O da ola bilər. Vallahi giyinərsə bu güllü çiçəkli paltarı, əgər boşanmısansa, açarsan. ərin yoxdursa gülün açar. Yəni necəsə, yəni. Baby. Belə yaxşı. Sarı rəngin ay bibi. Bunu ama gecələr bulvara giyin. Gecə gördün istidə hava vurur səni. Dur çıxdın getdin bulvara. Bunun bir dənə gözəlliyinə bax. Az mən bu paltarlara bayılıram. Lap bunu özüm geyim. Bax nə gözəldir. Altı belədir. Bu lap qəşəngdir ha. Bunu giyinib gedirsən bulvara. Hə, alırsan marojnu orada, oturursan skameykada marojnu yeyirsən. Bir də gördün də bir dənə yaraşıqlı day keçdi orada. Süzdür də, nə olsun? Mən demirəm, get eşqi məhəbbət sat. Yəni Acıq ola bilər də oturarsan, bir dost kimi, sırdaş kimi, öz dərdi vidat, nə olsun? Hansı bir beyin ki, yoldaşı ola bilər, dünyasını dəyişib, əri yoxdur, boşanıb, dul qalıb. Nə olar ki? Adama sır yoldaşı lazım olar. Axşamlar gəlib bulvarda görüşərsiniz. Neçədir o? 59 manat. Yo, 69 manat. Bu həmən mənim 86 manatdan düşüb. İki rəngi var. Bu da var hələ. Qəşəngdir. Brand money buradan. Bunu indi biraz savremenli bibilər. Bu 59-a düşüb. Müəllimə biblər. Müəllimə bibilər 80 manat. Seçiləndə. Bu rəngi də var. Qara. Bu da kətandır. Bu yubqası başqa cürdür. Atlas kimi. Şeydir. Amma üstləri kətandır. Şifon, atlas, nə bilim, nə gedir o? Gəl. O sarıya, güllüyə mən bayılıram. Arzu'nun paltarı bəli, satışda Hə, var. bu satışda var, bu 30 manatlı qıza. Üstü bax belə göstərim, qaşlıdır. Dajı 29 manat. 29 manata düşüb, 59 manatdan. Harada yazırsan? Deyə burada. Hə. Canlı yayıma qısıtlama gəldi, Allah kahretsin. Deməli. Qiymət deməyək. Hə, qiymət deyirəm qısıtlanır. Necədir, yaxşıdır? Qiymətlə bağlıdır, niyə yaza bilərlər? Ay, sıcaq bastı beni. Bəs üstü oldu elə biraz. Qara rəngi var, bir də ağ rəngi.
54-nə 54 razmer var. Siz o səhifəyə yazın. Var, Onlar sizə var. cavab yazacaq. Qızlar seçim burada çoxdur. Kişilər üçün də var. Kişi geyimlər də var. Var, var. Ünvan hardadır? Yasamalda. Şeydən burada yoxdursa, əgərsə İnqilab yaxındırsa, İnqilabdan da ala bilərsən. Bir də bu başmaqlar superdir. Bunu mən aldım buradan. Üçüncü dəfədir giyinirəm. O qədər rahatdır. 3 rəngi var idi. Qara, oranjıvi, bir də ağ. Bu indi mənim öz giyindiklərimdir. Çatırılmaları var. Var ha, ünvan çatırma. Dım, yəni direktdə deyir də qız. Deyir ki, direktdə yazın. Şəxsiyə yazın, cavab yazaq. Seçim çoxdur. Mən burada sənə göstərim. Mağazanın adı deyə, Brand Mania deyə burada yasamal. Modlarım hara baxır, modlarım harda baxır. Çatırılmaları var. Arzu, Ayçın. Atın, qızlar atar, narahat olma. Fake səhifələr də boş. Sən yaxşı da user, hə, yaxşı da Gömsə verdiyi followu yaxşı. Sən də şeydir. rahatlaş, pul verdiyi yaxşı. Fake'dir. Öldür deyil. Git az, git az, git az, git. Git bir Ərvin deyir. Naskeşini, tumuşunu yaxala. Yenə gəldi bu. Azay, atıcılar siz. Adı atdı deyir. Adı orada, atar. Görsən, qısıtlandı yəni. İclas salında, aha, saçımın bizlərinə baxın. Sözlər oxubamam. Yeni başlıqları yazma. Değişirmişsən doğrudan. Ha, aşkım benim. Arzu Aycan. Hansı avtobus, nə avtobusu? Relax. Gedəndə anot aparacağım yanında. Şam tutacağım mən orada. Ölürlər də, yəni bu sözləri özlərə söydürməkdən. Xoşu gəldi. Saçların süperdi. Teşekkür ederim Nureyim. Xeyşə, saça qayıcısı. Bilmirəm aşkım. Yelimliyirsən. Heç kimə fikir vermə. Vermirəm bir şey. Lablaguza yaxşıdır. Niyə? Ada yox, o qalıb. Yakın kaydedin. Şaşalı. Arvadım götürdüm. 39 manat. Yok, 15 oldu. 15 onlar. Qəşəndir. Üzüyüm əlimdədir. Üzüyüm evlilik üzüyüdür ki, onun sevgililer gününə aldığı hədiyədir. Onu niyə çıxardım ki? Arzu, sənə bir söz deyim. Aşkım, onu yazanca söz edib də, Elcə, Aycan. Bilmirəm ki. Hə, makyajsız. Nə qədər iş verə bilərlər. Baxın da 263.2 maddə, bir də 264 qoyublar. 2 ildən 6 ilə qədər, bir də məntəqə tipli ilə pravadan məhrumluq. Nə qədər nifrət var insanlarda.
Belə deyək də, o elə nifrət olan insanlar, yaxşılardan qırağa, yaxşılardan qıraq. Onların qanı erməni qanından da pisdir, elələri. Yəni, pis hər yerdə pisliyə fərqi yoxdur. Hər ölkənin pisi, yaxşısı var. Prosta biz, belə deyək də, mən bir Azərbaycanlı qızı olaraq deyə bilərəm ki, yaxşılardan qıraq. Məncə, tək milləti ki, yenə də deyirəm, yaxşılardan qıraq. Bir-birimizin ayağını dartırıq. Vallahi, mən bunu həmişə deyirəm, bizim düşmənə ehtiyacımız yoxdur. Çünki öz aramızda düşmənlər yetişdiririk. Qanı pozullar yetişdiririk. Vicdan ciblərindədir. Onların həyatı bu. Onlar nə ana bilirlər, nə ata bilirlər, nə bacı bilirlər, nə qardaş bilirlər. Heç bir şey bilmirlər. Qiymətlərə görə qısıtlama gəldi bizə. Doğrudan. Evet. Gərək demək istəsin. Zeynəyim, düzü deyim. Bundan da Görürsən, mən də o vəziyyət düşünürəm. Demirəm, bilirsən, demə. Olmur. Amin. Evet. Gözə gəldi. Bunu deri salıb. Bu özür. Gün neçəsidir? 14'ü. 9 günə ad günümdür. Sağda olmayardı. 36 yaşım olur. Qocalıram, 40'a gedirəm ətəqa. İnşallah. ...36 qram ağlın yoxdur. Allah haqqı o mama da mənə deyir. Onu kim yazmışsa düz yazmışsan, Qurana and olsun. Mamam da deyir, 36 qram ağlın yoxdur. Hə, neynim qızlar, açmayayım canlı. Biri yazmış canlı açmayacaq, açmayayım, işləyirəm axı. Hazırda mağazamızdan 500 manatlıq kreditlə alış-veriş etsəz, üzərinə gələn 150 manat faizi Hə, onu da deyim qızlar. Demək, əgər burada 500 manatlıq, xanım bir dənə tutar mısın lütfən? 500 manatlıq alış-veriş eləsəz, 500 manatlıq alış-veriş Əgər 500 manatlıq alış-veriş eləsəz, faiz gəlir 150-200 manat. Amma buranın müdiriyyəti elə eləyib ki, 150-200 manatı o faizi almır sizdən. Hədiyyə olunur sizə. Düz. Ay, xanım əfəndi. Onu kim danışır orada? Bahar xanım söz. Bahar xanımı? Bahar susar mısın? Video kimi də təkrar qoşurlar. 500 manatlıq kreditlə alış-veriş etsəz, üzərinə gələn 150 manat faizi Brentmaniya sizin əvəzinizdən ödəyir. Brentmaniya ödəyir sizin üçün. Ödənişini edirsiniz. Ay can. Faiz ödəmədən məhsullarınızı Arıqlamısan hə? 11 kilo. 11 kilo arıqlamışam. Qəşən orada naski gördüm. Ay Bahar. Burada qəşən ağ kasovka nə var? Burada Dümağ. Balenciagalar var. Çobut. Balenciaga'dan varım deyil. Gör nə var. Şey getirmişəm ama maşındadır. Hə, onu deyirdi, maşındadır. Qabıda, indi götürərik. Deyir, buradadır. 36 giyinirdin də, 37. 36-37 baxır da. Bir də baxın. Naibə var idi hə, o gün maşında. Hə, deyəmə yaza bilərsiniz qızlar. Hələ verilmir başqa. Bu 19 manatlıq şal vardı. Siz müştərisiniz? Yox, satıcıdır. Satıcıdır. Göstərir.
Bu da budur kampanyada olan qızlar şalvar. Videoda çəkmişəm. Girin bir dənə sabitləş. Bax bu 49 manatdan düşüb 19 manata çox qəşəng qalır əyində. Çanaq şalvarıdır. Böyük bədənlər də var. Şeyindir, bu markanındır. Vay indi bloka gedəcəyəm. Çox qəşəng qalır əyində. Girin səhifədə var video. Ha, bunu istəyirlər. Qızlar alır orada. 49 manatdan 19 manata düşüb. Deyə burada. 19 manat. Prada'nın, hə. Yazmayayım markan biraz. De kimsə müştəri içinə götürdü. O şalvarı mən bir razmer böyük götürdüm. O neçə razmeri? Mən neçə razmeri giymişdim. Normalda ən balaca bir razmer böyük götürdüm. Omağa oxşar nə var onlar gətirir. Bax. Beli-belilə. Böyle dumaq qalmıyor. Bu qəşəngdir. Bu Buna neçədir? baxaram indi. Hə, bir də bunu ver baxım əlimə. Bax. Canlıdayım, yıxmayın. Hansı üzüyü bu? Doğrudan Aybə, hə. Aybə yazıb ki, mama üzdən çox ağsan. Çünki üzümə makyaj eləməmişəm. Bədənim amma qaralıb. Aybə darıxmısan mama üçün, onun ölsün. Sənin ayaqlarının altında. Yox, az üzüm şişməyib. Öpürəm səni həyatım. Nəyibə yazıb ki, sən yuxuda görmüşəm. Nə görmüsən? Öpürəm, nə bu iş? Yaxşı da yazma. Bir dənə salfetka verdim. Haydi. Baxın, balacası yoxdur. Yoxdur. Bunlar da çox salır. Olacaqsa. Yoxdur. Amma bunu oxşarlar, bir dənə qalxıb bərabər baxarıq. Yuxarıdadır. Yox, burada da yenə qalxındasan. Səksi qədər böyük görünmədi. Böyüdür bala. Böyüdür. Amma qəşəngdir. Hə, qəşəng. Güzel bir qəşəng krasovkadır. Prosa yoxdur razmerim. Alo. Bunu bəyəndim. Alo. Qəşəngdir, hə? Çox qəşəngdir. Alo. Neçədir bu balam? 38'i var. Çox qəşəngdir. Buyurun. Canlıda bir yazıq onu. Hə, hələ. Oldu. Ay, Ayşə atmıyor, çox sağ olun. Ayşədir. Ayten onun canlısına baxın. Hə, baxıram. Buradayım, Brand Money'də. Qızlar, bir dənə mənə çox istəyənlər. Girin bir dənə Brand Money'ə, son paylaşdığım videolarına baxın. Görün aralığında nə bəyənərsiniz. Like eləyin, komment yazın. Hadi sizdən destek bekliyorum. Ağlama. Onda Gedin, gəlin, gözləyirəm. Krasovka, Bahar. Mən də istədim, yoxdur, az verim. Ay, Bahar, o neçə idi? Neçə idi balam o? Soruşlar neçə idi?
Mən də istədim 36-37 yoxdur. 36 da yoxdur. 38-dən başlayır. Ayşə yazıb Arzu. Ayca. Yoxdur. 40 38-dən yuxarı. Mənim də xoşuma gəldi. Ayaqda qəşəng qalar o. Bu 29-a düşüb. Bu sportivni. Bilirəm mən, bilirəm. Bu endirmə düşüb 29 manata. 50 manata neçədən çıxıb? 49-dan düşüb 39-a. 29-a. Özdə qızlar var. Bax qaşlandı. Hər qiymətlidir. 47-yə düşür, o bir dənə qalır. Bir dənə qalıb. Bir dənə qalıb. Başqa kaska var, biri göstərək də ağ. Başqaları var orada. Tutarmısan? Yox elə. Hə, sport dəsti superdir. Bir də bu sport dəstinin qarasını da verdin. Özdə bilməm burada nə qədər görürsünüz bu sport dəstinin qaşlarını. O qədər qəşəng parıldayır. Bax qızlar. Bax. Çox qəşəng parıldayır. Onu da qoyuram qırağa. Materialı. Materialı çox qəşəngdir. Alaram Nayib sənə. Materialı çox qəşəngdir. Yüngül deyə rahatdır. Hə. Özdə qaşları o qədər kalitelidir. Yursuz getmir, qaşları heç nə olmur. Az bu etiket, az bunun üstündə şey var, alarmdır bu. Çıxsam belə bir İş bildiyim. nömrəmizə yazırlar geyimlərə görə. İş nömrəmizə yox. Brandmaniyanın öz səhifəsinə yazın. Hadi mənə niyə yazıyorsun? Mən mal satıram. Mən təqdimatçıyam. Qara rəngi də var, bir də ağ rəngi. 49 manatdan düşüb 29 manata. Amma deyim, qaşlıdır ya. Bu qaşları da 30-40 ilə yursuz heç nə olmur. Prosta bu maykaların... Korичневый rəngi də var. Yo, onu istəyirəm. Bu, o eynidir də. Yo, bu o deyir axı. Yox, odur. Sadəcə bir şeydir. Yox. Emblemi yoxdur. Eynidir. O nədir biz? Baxam, eyni şey. Eynidir. Yuxulusan sən, ürəyim qurban. Eynidir. Bax, qarada qaşlar daha çox bilinir. Qarası da var. Bax. 49-dan düşüb 29-a. Bax. Amma ağda o qədər bilinmir qaşı. Sadəcə belə həyatda görünür. Mən bu rəngini daha çox sevdim. Bir də belə karışır var. Bu da korичневый. Yayçın superdir. Bu qəşəngdir, bax bu ağ. Bu da qəşəngdir. Ax, bunu axşamlar. Ceyin məndə var. Ceyini 49-dan düşüb 29-a. Yasamaldakı fiyalda da var. Şeydə də, İnqilabda da. Qarası da var. Qarası belədir, qarasında qaşlar çox bilinir. Amma ağda o qədər bilinmir. Bunlar razmerləndir. Standartdır. Mən belə böyük çox sevirəm də. Nə yazıb Naibə? Naibə yazıb ki, mən də ağını istəyirəm. Ağı çox qəşəng. Bunu ağını bir dənə qoyun da qızım üçün. Götürərəm mama. Qəşəngdir qızlar. Çatdırılma bəyli var. İnşallah mamon getirər onu sənə. Hə, bir dənə aşkım tezsin qoyarsan da ağını Naibə üçün. Brandmaniya yasamal. Bax, burada da bura səhifəni sabitdir. 49 manatdan düşüb 29 manata qızlar. Çatdırılma bəli var. Standart razmerdir. Əgər istəyirsinizsə bilmirəm. Yetərli var bundan, mən bunu təqdim edirəm. Var deyirsin, sonra cəvabı ağzımı cırırlar ki, sən dedin yoxdur. Bu rəng qəşəngdir. Mən buna bayıldım. Bu ilə qaranı çox sevdim. Acı. Hə, qızlar belə yazısı da var. Eynisi, bax bu beləsi də var. Adidas yazı ilə. Bunu da qoyuram kənara. Bu nə şeydir? Bu da 29. Hə, bu da 29. Belə bax qaşlarına. Hə, Naibə Adidas istəmir. Naibə bundan istəyir. Bunu qoydum kənara. Bu Prada'dan istəyir. Yaxşı, Naybuş, götürdüm. Əgər qızlar yasamalda bitsə, burada yoxdursa, İnqilabdakı fiyallarından alın. Bitməmiş alın. 49 manatdan 29 manata düşüb. Materialı çox qəşəngdir. Bir dənə bax, qurban olun. Böyük bədən xanımlara da olacaq. Pambıqdır, bilmirəm nədir bu. Yandırmayan materialdır, çox qəşəngdir. Belədir.
Şalvarın balaqları biraz hələ bir ki qəşəng deyil, boş qalır. Bez razmerdir, standartdır. Bura Yasamal filialıdır. Yasamalda da. Zəng eləyirlər, qızlar sussunlar. Hə, reklamlara gedirəm. Burası baxır nə reklamıdır. Reklamla bağlı şeyə yazın. Səhifədə Aytənin nömrəsi var, Aytənə. O şalvar nədir ondan da baxın mənim qızın əlində. Ağ. Baxın ona. Ağını. Plaşivoydu bu. Yazıyor. Hər gün plaşivoydu. Yox, o aşkım da o. Filtremdə qaçım. Az 15 manata düşüb. Xoşuma gəldi bu. Çox qəşəngdir. Neçədir mi? 5. Aa, bu çok güzel. Bundan ben özüme götürürüm. Kızlar bu ne qəşəngdir. Onun belə markası var. Yo, ben bunu götüreceğim. Gör ne qəşəng plaşı boydu. Ama yoktu diye sen 2 dənəydi ha? 2 dənə qalmışdı. Burada olmasa İnqilabdan soruşa bilərsiniz. Süperdi bax. Özü içi bax belə astarlıdır bax. 2 dənə astarı var. 15 manata. Çok qəşəngdir bax. Hə, bunu mən götürürəm özümə. 15'e. 15'e. Bir belə var. Ya bu markadır, bunu yox, mən bunu götürürəm. Baxın ona. Hə, bu da material qəşəngdir. Materialdır. Bu da qəşəngdir. Amma bu Calvin Klein'dir, bu amma astarlı içi şeyləndir. Bu rezinlə, bu da qəşəngdir. Bir dənə qalıb bundan. Mən bunu götürdüm. Bunu bayıldım. Bunu bana koyar mısın? Fasilisi bunu bayıldım. Yoktu bundan da kızlar. Bilmirəm, şeydə var, İnqilabda ondan. Yazın maraqlana bilərlər. Yazın maraqlana bilərsin. O birisini de kız götürdü desin, 2 dənəydi. Gör biri de var orada. Ne kız götürdü? Ne? Götür. Götürdü kız. Kız götürdü. 2 dənəydi, birini kız götürdü. Ben götürdüm ha. Elimdeki 29 manat. Çok geçerli oldu. Ne bak bakayım görün. Gözləyirlər, söküblər, yoxdur qızlar. Ne o Zara markalara baxın. Yoxdur. 2 dənəydi, birini mən götürdüm, birini qız götürdü. Burada bir dənə qız var. Kimsə götürüb. Çox seçim, çox böyüdü. Bax, bura Brandmania. Bunlar neçədir? Az bunlar nə qəşəng materialı var. Bir dənə bu materialına baxın. Zara model, gör nə qəşəngdir. Hə, bir dənə bundan da götürüm aşkım, o şalvarla giyinərəm. Bax, qızlar. Gör nə qəşəng materialı var. Mənim görünür materialı. Yumuşaq pamuk. Çox qəşəngdir, pamuk yumuşaq. 10 manat. Zara modeldir. Çox qəşəngdir. Ünvan göndərmə var da. 3 rəngi var. 3 rəngi. Sini qaradır. Bu seynidir, göy. Aha, seynidir. Bu göy rəngi. Bax, bir də materiala. Korичневый. Ağa bayıldım. Bir də ağ. Az bunlar razmerləndir. Razmerlə. Az bu esti razmerləndir. Mən lap bir dənə XL-ni ver. Mən biraz böyük tərzdə xoşlayıram. Bir də qarası var. Aytən. Bu maykalara bax nə qəşəngdir. Ağına bayıldım. Ağı çox qəşəng. Günə qəşəng maykalardır balam. Hə. Götür özün sən də. Prosta sinəsi bağlı Bax da məndə cürbəcürənə. Var bunun XL-i? Eli var. Mən sinəsi böyük lazımdır. Mən də eldə.
Sizin giyinirsiniz ama üstten. Bir de o şal, götürdüğüm şalvaranı mənim. Bu da kalın Kasaya. peynir. Hə, bunu da qoy aşkım. Bunun lekəsi yoxdur. Şalvar götürdün. Hə, bir də özümə ağ şalvar götürürüm. Ay tamam bu şalvar da qəşəngdir. Ala bunu götürdüm balam, qoy mənim şeyləmişdim. Göşeydi. Koftalar 10 manat. Deyib bura sabitdə də aşkım nə olar? Bu burası bulaşıq. Hə, nə olsun nə? Yəni gedəcək bu. Hə, qəşəng 10 manat, 15 manat. Ünvanımız Yasamalda yerləşir. Dəst, ay Allah, hep dəstlə bastım. Sizi də özümdə bastım. Çəkdəli var tən. Olmamışsın. Baxıram. 49 manatdan düşüb 29 manata. Qara rəngi var, kariçevi rəngi var, bir də ağ rəngi var. Məni öldürdünüz, bastırdınız, diri-diri qoydunuz. Yasamala bastırarsınız məni, yaxşı? Yine var. Bu nədir? Keb nijinlara baxırsan, Allah seni kahretsin. Qızlar, bax səhifəni burada tağ eləyirəm. Girirsiniz ora, müraciət eləyirsiniz. Hansınla istəyirsiniz, yazırsınız. Nüşgülürsünüz. Nə deyim, günümü yasamala bastırarsınız da məni. Başdaşı istəmirəm. Burada. Əgər burada. Hə, bir. Tamam size hem siyasi kalır. Hə, hər məsələ bloklu olsa bloklanıb canım. Marka demə. Belə cinslər də var qızlar. Marka yazılıdır. İçinə marka yazısı da var. Aa, çok güzel bu. Bunu niye vermədiniz giyiniməm deyə? Ha. 29'dur. Amma bunun streci yoxdur, biləsiz. Sonra demin ki elə. Bu bez streçli. Bunu daha çox arıq qızlara, ətli bütdü qızlara məsləhət görmürəm çox. 30 azmene kadar. Bir də belə var. 19'a. Bu streçlidir. Bunun Az 19 şortki də manatdır var. bu. Hə, 19 manat. O neçə idi? O 29'dur. O 29 idi, bu 19. Bu streçləndir. Bunun şortkiləri də var. Az düşdü, sorry. Aa, bu qəşəngdir. O Bu neçədir? 49'u. Neçəyə? 49. Bunu bir nöş vermədim mən giyinim baxma sözümə. Bu çok güzel. Buna bayıldım. Bak. Çok qəşəngdir. Özü çok kalitelidir bak. Bu qəşəngdir. Bu benim tarzdadır. Çatdırılma beli var. Aşağısı enlidir. 49 manat. Arzum Hanım en favorisi mence oldu. Bu çox qəşəngdir. Bu beg idi. Aha. He. Aşağı belidir. Yox, yəni başa düşdüm, siz bombasız. Amma mənə niyə verməmişsiniz giyinim? Rimenin üstündədir belə. 49 manat. Kalıp. Bunu verərsən giyinib baxaram bir dənə. Allah seni kahretsin. Peki giyinim gəlim. Ben tesadüfime gelirsiniz bir gün. İkisi ölçüləri belli Birinci var. gün verərsən bunu giyinərəm. Baxaram, lazım olsa götürüb soymağa alındır. Getdim mən. Sizi öpürəm. İnşallah bir suyun yenə yayındayım. İşləyəm burada. Yasamalda olacağım. Getdim. Bura, bax, bura izləməyə atın. Orada hər həftədə 3 gün mən post paylaşacağım. Qızlar, son videomu qurban. Gedin çoxlu komment, yorum yazın da. Gör necə çəkilişlər eləyirəm. Kulturlu, mərifətli, ağıllı, kamallı. Sizi sevirəm. Getdim Allah amanında. Bibilər sinəllərinizdən öpürəm.